gözəl vaxtlar keçirdik. Yoldaşım çox gözəl insan idi, hədsiz gözəl insan idi. Çox hədsiz, yəni mən onu nə qədər tərif eləsəm, vallahi az qalar. Və bu günləri həmişə, bu günləri də görürəm. İçimdən qarışıq, ətrafımızda kim varsa hamımız ona borclu olduq və biz ona borclu olaraq biz onu itirdik. Və evimi remont eləmək oğlum olacaqdı. Mən dedim ki, əmişlər evi remont eləyirəm. Evimizi remont eləməyə başladık. Evimizi remont elədik. Bir ay 5 gün idi biz evə köçmüşdük və biz yol çıxdıq. Allah'ın gözəl mələyi idi ki, yol çıxdıq, gəldi anası ilə, ailəsi ilə yoldaşım görüşdü. Hamısıyla görüşdü. Vidalaşma mərasimiymiş. Heç birimizin xəbəri yoxdur həmin gündən. Biz 22 dekabrın 22-sindən 23-sünə keçən gecə saat 3-ün yarısı böyük bir qəza keçirdik. Və həmin qəzada 3 qızım, yoldaşım, oğlum, mən böyük bir gün yaşadıq. Və yoldaşımı, oğlumu həmin qəzada itirdim, əmimdən itirdim. 3 qızım çox ağır xəsarətlər aldılar, çox ağır travmalar yaşadılar. Mən özüm 2 dəfə komaya girməli oldum. Və qəzadan sonra çox şeylər deyildi, öyrəndim. Mən o qəzada da bir xatirə qoydu ana kimi. Bir ana necə olar, həmin xatirəni qoydu, getdi. Görənlər, danışanlardan eşitdiyimdir, elə də xanım idi. Körpə oğlum qucağından buraxmamışdı. Maşından uçmuşlar, maşın onları atmışdı. O son nəfəsinə kimi uşağı qucağında sıxıb saxlamışdı ki, bəlkə ona ziyan gəlməsin. Və bu gün olayı itirdiyim gündən bir il ötür keçir. Mən onun ruhuna hər birinizdən rəhmət xahiş edirəm, salvat xahiş edirəm.